125'dən. Bu da qəşəng sualdır və rahatdır. Deməli, uşaqlar bizə deyir ki, amin turşusu dipeptidi. Baxıram. Dipeptid deyirsə, amin dipeptid, hidroliz. Dipeptidi hidroliz edirəm. Hidroliz nə deməkdir? Üstünə su gəlirəm. Yazıram dipeptid. Üzərinə gəl. Neçə mol su lazımdır dipeptidin hidrolizinə? 1 mol su. Buradan alınır neçə amin turşusu uşaqlar? 2 amin. 2 amin. İndi dipeptidin kütləsi bizə M verilib. Yazıram M. Amin turşusunun kütləsi, alınan amin turşusunun kütləsi M+3 verilir. Buraya yazıram M+3. Dipeptidin kütləsi M, amin turşusunun kütləsi M+3. Bizə deyir ki, amin turşusunun molyar kütləsini hesablayın. Uşaqlar, mən necə yanaşaram məsələyə? Görüm kimin burada yox. Baxın, bu M-dirsə, bu M+3-dürsə, deməli bu zaman su nə qədər olur uşaqlar? Su 3 olur. M əgər M+3 olubsa, deməli burada su belə çıxır ki, 3 qram. Amma bu reaksiyada su normalda nə qədərdir? Dipeptiddə 1 mol su nə qədərdir? 18. Aşağıya da yazıram 2 amin turşusu elə 2 amin. Və tərəf-tərəfə bölürəm uşaqlar. 3-ün 18-ə bərabərdir M+3-ün 2 amin turşusuna. Bundan bu gedir, burada 6 qalır. 6 ilə də bu 2-ni aparıram uşaqlar. 3 qalır. Amin turşusu bərabər olur. 3-ü vururam M+3-ə. Bu deyil 3M+9. Baxın, 3M+9. Baxın.